Polşa və Litvanın sərhəd bölgəsinin sakinləri ərazini kütləvi şəkildə tərk edirlər. Çünki Avropanın Ukraynaya uzaq mənzilli raketlərlə bağlı yandırdığı yaşıl işıq Litva ilə Polşanı birləşdirən, eyni zamanda Belarus və Rusiyanın Kaliningrad vilayətini ayıran Suvalki dəhlizində vəziyyəti xeyli gərginləşdirib. Sözgedən ərazidə yaşayanlar münaqişə başlasa, Rusiya ordusunun Baltikyanı Avropanın qalan hissəsini ayıran ən dar nöqtəyə zərbə indirəcəyinə inanırlar. Yerli hakimiyyət orqanları sakinlərin Suvalki dəhlizi ərazisindən getdiyini təsdiqləsələr də, nə Polşa, nə də Litva hər hansı kütləvi evakuasiya planı təqdim edib. Lakin diqqət çəkən bir məqam var, o da əhalinin köçü ilə paralel hərbi mövcudluğun artırılmasıdır. Sakinlərin qorxusu başa düşüləndir. Çünki aylardır bu dəhlizdə hərbi sahəyə diqqət artırılıb. İnsanlar Rusiyanın buraya hücum edəcəyini düşünürlər və savaş başlamadan ərazini tərk etməyi seçirlər. Hazırda Suvalkidə yaşanan aktivliyi apreldə başlayan proseslərin tərkib hissəsi də saya bilərik. Hələ o vaxtdan qoşunların sürətlə köçürmək üçün lazımi yollara diqqət yetirməyə başlayan Vilnius, dəhlizdə varlığını əhəmiyyətli dərəcədə gücləndirmək qərarına gəlib. Səbəbsə NATO-nun müdafiəsində ən həssas yer hesab edilən Suvalkidə Rusiya üçün yaranan əlverişli şəraiti məhv etməkdir. Hətta Alyans ölkələrinin Kaliningrad yaxınlığında hərbi mövqeylərini gücləndirdiyini Moskva bir neçə həftədir ciddi şəkildə dilə gətirir. Hər iki tərəfin dəhliz ətrafında qarşılıqlı aqressiyası kontekstində 2024-cü ilin dekabrında Birləşmiş Ştatlar mediasında 3-cü Dünya müharibəsinin məhz sözgedən ərazidə başlayacağına dair yayılan xəritə yenidən gündəmə gəlib. Bu xəritədə yekun analizlərin kölgəsində Rusiya ilə Avropa arasında münaqişənin harda alovlana biləcəyi ilə bağlı bölgələr yer alıb. Ancaq Almaniya mediası da bu xəritə fonunda iqtidarda hazırlanan məxfi sənədə istinadən məlumatlar paylaşıb. Suvalki dəhlizini Rusiya ilə ən çox ehtimal olunan toqquşma yeri kimi görən Berlin, münaqişənin bu ilin yayında başlayacağını proqnozlaşdırır. Hələ ötən ildən bu ərazidə müharibə olacağına dair xəritələr paylaşılır. Görünür, rəsmi dairələrdə kəşfiyyat məlumatları var. Hazırlıqlar artıq sürətləndirilib. Amma daha yaxın zamanda müharibə başlayacağına dair gözləntim azdır. Rusiyanın bu əraziyə hücum ssenariləri də səbəbsiz deyil. Belə gediş Baltikyanı ölkələri müttəfiqlərindən ayırmaq üçün Moskvaya nisbətən daha əlverişli vəziyyət yaradır. Hətta Birləşmiş Ştatların Müharibənin Tədqiqi İnstitutu bu kontekstdə Rusiyanı tədricən Baltikyanı ölkələrə hücum üçün ritorik iddia hazırlaması ilə bağlı xəbərdarlıq edib. Bundan başqa Suvalki dəhlizində mümkün müharibəyə hazırlıq işləri də gücləndirilib. Bu da ekspertlərə Avropanın rəsmi dairələrində müharibə ritorikasının əsas variant qazandığı şərhini təsdiqləməyə imkan verir. Avropada müharibəyə indi isti yanaşmağa başlanılıb. Onların hərbi hazırlıqları bunun bariz nümunəsidir. Yəni Rusiyaya meydan oxuyurlar. Elə NATO'nun ən zəif müdafiə olunan hissəsinə artan diqqət də buna hesablanıb. Qərbdən gələn bu cür xəbərlər fonunda Rusiya mediası ölkəni sözgedən ərazidə müharibə başlatmaq istəyini inkar edir. Moskvanı belə həmlədən çəkindirəcək misallar da göstərilir. İlkin olaraq bu addım Rusiyanın Birləşmiş Ştatlarla ümid etdiyi strateji əlaqələrini poza bilər. Bundan başqa Ukrayna münaqişəsi fonunda Moskvanın 3-cü Dünya müharibəsinə başlamaq üçün xeyli canlı qüvvəsi və hərbi texnikası da yoxdur.